bizim müharibə veteranlarımıza sosial dəstək tədbirləri mütləq əhatə olunur. Onlara aylıq təqaüd verilir. Bilirsiniz, məbləği də bəllidir. Bilirik ki, bu öncədən həmin o aylıq təqaüd istinad olunmuşdur kommunal, nəqliyyat və digər gündəlik xidmətlərə. Həmin onların müəyyən ehtiyaclarının qarşılanması üçün müəyyən olunmuşdur. Amma dövlətimiz əsasən dövlətimiz sosial təminat tədbirlərini əmək qabiliyyəti məhdud olan kateqoriyalara şamil edir. Bunlar kimlərdir? 50 olan şəxslər, pensiya yaşına çatmış insanlar, az təminatlı ailələr, çox uşaqlı analar, hərbi qulluqçuların övladları və s. Bunların saylarını siz bilirsiniz. Yanaşma sosial ədalət prinsipinə dayanır, amma biz veteranlarımız da əmək qabiliyyətli insanlardır və biz bunlarla bağlı bunların rifahının uzun müddətli, yəni dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq eləməyə çalışırıq və bunların məşğulluq imkanlarının yaradılması və kiçik biznesə bunların çıxışlarının təşviq edilməsi ilə dövlət olaraq biz çalışırıq ki, bizim veteranlar bu yöndə daha çox fəal olsunlar və bunlarla bağlı da mühüm addımlar atılır. Təqaüd verməsi yanaşı özünün məşğulluq prinsiplərindən istifadə edilərək, özünün məşğulluq proqramlarına növbədən kənar cəlb olunmasına, ailə təsərrüfatı ilə bağlı, müəssisələrin qurulması ilə bağlı təşviqlərlə daha çox veteranlarımıza dəstək olmağa çalışırıq. Yəni, bunlar yalnız bu gün üçün yox, yəni müəyyən bir vəsaiti təqaüdə alması yox, gələcəyinə doğru daha çox sosial rifahın artırılmasına yönəlmiş bir hədəflərdir. Məlumat üçün sizə verim ki, 44 günlük vətən müharibəsindən sonra 26.600 şəhid ailəsi üzvü və müharibə iştirakçılarının məşğulluğu təmin olunub. Onlardan elə yalnız 12.600-ü özünün məşğulluq proqramlarına cəlb edilib. Yəni, gələcəkdə də bizim, əlbəttə bunu müqayisəli göstərsək, 2024-cü Dövlət Statistika Komitəsinin məlumatlarını əgər bunu kommunala bağlasaq, biz görərik ki, bu günləri Statistika Komitəsində qeyd olunur ki, su, işıq, qaz və digər yanacaq növlərinə sərf edilən vəsait, yəni müvafiq olaraq 28 manat 70 qəpik, o da nəqliyyat xərclərinə 24 manat 30 qəpik idi, rabitə xidmətlər xərclərinə 12 manat 30 qəpik idi, yəni ümumilikdə 65 manat edir. Bu da 80 manatlıq təqaüddən 22% yarım aşağıdır. Amma biz buna bağlamaq istəmirik, biz istəyirik ki, həmin veteranlarımıza özün məşğulluq proqramlarına, biznes açılışına daha çox dövlət olaraq daha çox təşviq edək və bu təşviqdən daha çox yararlansınlar veteranlarımız.